Aman qurban, yenə hara hazırlaşsan belə? Heç, istəyirəm bir şəhərdən çölatla gəzməyə çıxam. Ürəyim çoxdur. Git, Allah amanında, aman gözlərlə qurban olsun. Sən Allah gecə tez qayda, yoxsa gecə gec qaydırsan, gözümə heç yuxu getmir. Niyə gözünə yuxu getmir ayana? Uşaqçı deyirəm, mən tutub yeməyəcəklər ki. Qadanalım Süleyman, bilirəm uşaq deyilsən. Bilirəm səni yeməyəcəklər, amma yenə də ana ürəkdə narahat qalıram. Tez-tezdə yaman pis yuxular görürəm. Süleyman, dünən gecə də yaman pis yuxu görmüşəm. Gördüm ki, bizim həyətdə bir dənə böyük ağac çıxdı. Ağacın döktür ətrafı gülümsək çəmənlikdir. Gül-gülü çağırırdı, bülbül-bülbülü çağırırdı. Bizim həyət behiş olmuşdu. Gəlib gedənlər hamısı o ağacın yanında oturub dincəlirdilər. Oradakı bulaqların suyundan içib, bulaq sahibinə, çəmən sahibinə dua eləyirdi. Qəfil gördüm ki, hava pisləşdi. Güclü bir dolu yağmağa başladı. Həmin vaxt dolunun bir düşdü ağacın düz təpəsinə. Ağac başladı qurumağa. Bulaqların suyu da tamam dayandı. Çəmənliklər yox oldu. Yuxudan oyanmışam, bir neçə saat özümə gələ bilməmişəm. Allaha dua eləyib neçə qoyun qurbanlar demişəm ki, aparım kəsin. Amma yenə ürəyim heç soxdamır. Hər yuxuya inanmazlar anacan. Tez gedərəm, tez də qaydaram da. Burada nə var ki, hə? Get Allah amanında balam, anan gözlərlə qurban olsun, Süleyman. Sonra xanım, sənin yanına bir xahiş eləməyə gəlmişəm. Dünən olan olmazmı? Vermişəm kişiyə, iş atansan. Ondan sonra da gedib Necət bəyin yanına. Necət bəyi bulurdu, işlərmiş yola salır. İndi qalmışam belə, bilmirəm neyini. Dünən də axırıncı parağı vermişəm kişiyə ki, aparsın salırsın. Onun da uzun, qurban olub sənə. Necət bəyə deyən ki, məni başına çevirsin. O pulları qaytarsın mənə. İndi Rəcəb gələr, mənə danışdığım bu sözlərin hamısını Rəcəbə də deyərsən. Bəlkə pullarını qaytara verir özünə. Gözlə Rəcəb tanrım. Rəcəb! Ay Rəcəb! Rəcəb tanrımlar səni. Kimdir məni çağırır? Nazlı xanımdır. Sənin yanına bir xanşa gəl. Gəl gör nə deyir. Nə deyirsən bacı? Necət bəy, qurbanın olur. Mənə rəhmin gəlsin. Elə ki, mənim bu canım həmişə sənə duaşı olsun. Nə deyirsən bacı? Sözünü de gör. Ölümün qabağında olsun Necət bəy. Dünən bizim kişi gəlib burada qumar oynayırdı. Uduzubdur. Mən bilirəm, təqsir mənim kişimdədir. Bir qələt eləyib. Amma qurban olun. Sən elə ki, mənim balalarım ac qalmasın. O pulları qaytar ver mənə. Bacı, belə şey olmaz axı. Qəhrəman bəyin pulu yoxdur, nə üçün qumar oynayır? İkincisinə qalan yerdə puldur, duzu. İstədiyinə. O istəmir, indi qurban olun. Mən istəyirəm. Necət bəy, qurban olaram sənə. Bax, mən bilmirəm səni nə deyim. Bilmirəm sənə nə deyim, Necət bəy, qurban olun sənə. Bacı, artıq söz lazım deyil. Bəyək sənə dedim. Ərin pulu uduzmayaydı. İndi ki, duzub qurtarıb çıxıb gelib. Mən sənə pul qaytara bilmərəm. Necə ola bilər ki, uduzduğun pulları gelib verisiyim. Necət bəy, qurban olun. Sən dövlətdə ülkədəsən. Mən isə fitrə vacibdir, Necət bəy, qurban olun sənə. Bacı, sözün düzü məndən sənə pul satmayın. Necət bəy, Allah'a bax. Mənim balalarımın nəfəsi, yetim nəfəsindən betərdir, rəhm elə mənə. Üstümdə Allah da var, Peyğəmbər də var, onu bilirəm. Amma məndən sənə pul verdiyi yoxdur. Xahiş edirəm, zəhmət çəkib gedib evində oturasan. Bəyər nə deyəsən, pulu yoxdur, nə üçün qumar oynayır? Necət bəy, qurban olun. Necət bəy, qurban olun. Ayaqlarından öpürəsin, yüzlərə qoyma Necət bəy. Qərəçilik lazım deyil. Sənə bəyək dedim. Aləm yığılız kök də verməyəcəm. Xahiş edirəm, zəhmət çəkib gedəsin. Necət, mənim ahımı aləmdən qoy. Mənim balalarımı göz yaşlı Allah yerdən qoymaz Necət bəy. İçib söyle! İstər nə qədər ömrüm var, mənə ahını al elə. Güya sən mənə ahını al eləmədin, mənim küllüyüm göyə sokulacaq. Çıx dedim sənə. Allah görürsən, ev yeşili də tutsun. Ay Allah. Ay Allah. Mənim balalarım düzdə qoyanı görüm, balası düzdə qalsın.
gəlmisən. Ben yani boş geldin. Oy sen öləsən çox əli qolu və başı ətli gəlmişəm. Bu saat cibimdə filan qədər pul, keyfimdə belə gecələr ulduza hürür. Hop 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 hop. Heç uduzmaqda da meylim yoxdur ha. Gəlmişəm görüm səni də bir xoruza yükləyə bilirəm mi? Budur. Bir neçə vaxtdır əlim çox yaxşı gətirir. Bu saat qüsursuz qumar oynamağa hazıram. Necə? Mən ölüm. Mənə bir 2000 uduzmaqlarım necədir, hə? Yavaşım, boğazında qal. Ha, yenə kimin qulu oynasın? Ha, mən evi yıxılmışım. Mən yurdu itmişim. Mən güllüyü göyə sovrulmuşum. Ha, belə haramın olsun. Burnundan gəlsin. Yorğan altında yersən. Yorğan altında yeyirəm. Sən öləsən bax belə, oynaqlıya yeyəcəm. Mal yeməyənin malını yerlər də. Şalaşır yığan kimi yığınca ver biz yeyək. Allaha da xoş getsin, bəndiyə də. Necə? Deyirəm kirmə sağalıqsa bir ova gedək. Könlümə yaman qırqoləti düşür. Həmcə, Nəcəfin kirməsini görmüsən mi? Əcəb tuladır ya, sənə tula deyirəm. Dahi bilmədi, bir at əvəz. Ha, tula özünsən. Ağızlara danışırdı. Səlim, çoxdan da olsağın həvəsini kəsirdir. Heç getməyə meylim yoxdur. Bir də baxıram, qədim əyyam yada düşəndə az qalırsan quşu vurub öldürərsən. Tulalara da iynə verib qırasan. Hey, ay Nəcəf, heç keçən günlərdən danışma. Keçən günə gün çatmaz, calasan günü günə. Qədimdə yüzbaşını çağırıb tapşırırdım ki, sabah hava gedəcəm, gərək hər bir ehtiyacım hazır olsun. Yüzbaşı da ki, işinə arif insan idi. Bilirdi nə demək istəyirəm. Sübhü durub görürdüm mahalın qoçaq atlılarından bir neçə nəfər öz yarağı yasaqları ilə hazır müntəzirdirlər. Qoyunlar axşamdan kəsilir. Bəh, 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 soyutma olur. Cahud, Cəlallah çıxırdıq yola. 3 günlərlə bağlarda, meşələrdə ov edirdik. Amma indi bir çolaq yabını minirsən, bir quşu da sökçüdürsən parmağının başına. Onun da bir gözü kör, bir gözü də məyus. İki axsaq tulanı da salırsan dalına. Canım kəhər, gözüm kəhər, düşürsən biyabanın düzün canına. Nə var, bəyova çıxır. Heç keçən günlərdən danışmayın, bir adam olaydı, ötən günləri geri qaytaraydı. Mən də Həmzədən utduğum pulları vereydim ona. Ha, bir də gözündən gəlsin o pullar. Ay Allah sənə ölüm versin. Belə padişah qulluqçusu. Padişahdan alıb yediyin məvacib gözünün o ki deşiyindən gəlsin. Həmişə donluq alıb eyşi işrətdə dolanıbsansa, yaxşı qulluq eləyibsən. Mərhaba. Həmzə bəy, buyur söylə görək, sən neynəmsən, hə? Buyur danış o cürə şəhadətindən, qurduğundan, tutduğundan, pəhləvanlığından danış. De görək sən harada dam yarıb dana çıxarmısan, buz yarıb buzova aparmısan, hə? Mən azgınlıq eləməmişəm, mən sənin kimi yeyib yatmamışam. Mən padişah uğrunda özümü güllə qabağına verib, dava eləmişəm. Hünər göstərmişəm, sim və nişanlar almışam. Güllə dolu kimi başımdan yağıb. Mən qılınc vurmuşam, zərbi dəst göstərmişəm. Ay sənin zərbi dəstinə qurban olum, hə? Bilirəm sənin zərbi dəstini. Davada qolunu belə qatlayıbsan ki, qolun çolaqdır. Tüfək tuta bilmirəm. Həkim istəyib qolumu kəsər. Qolunu belə uzatmışsan həkimin qabağına. Bunu cəmi Varşava davasına gedənlər də bilir, mən də bilirəm, mənim nənəm də bilir və cəmi şəhərin
uşaqları da bilir. Xub, Səlim bəy, sən mənə çox sataşırsan. Təbəqqə eləyirəm mənimlə bir də belə zarafatlar eləməyəsən. Əvvəla, mən səndən yaşda böyüyəm. İkincisi, mən hünər göstərmişəm. Sən onu heç vaxt bana bilməzsən. O ki qaldı sənin nənənə. Həzərat, mən ölüm zarafatın oyun yerə. Əşi bu saat dava edib bizi peşman eləyəsin. Zarafat, çox pis şeydir. Zabat, sakın gətirəm. Nəcəb, axır vaxtlar sənin bu oğlundan heç mənim gözüm su içmir. Çox pis dolanır, pis adamlarla gəlir. Allah oğlu sağdan mənə bədbaxt elədi. Çox yaxşı oğlan. Allah səbəbini evin girsin. Hay pişib pis oldu. İndi əlacına qalıb ki, bir dəfəlik yollayım kəndə, gedib orada işləsin. Deyirəm, bəlkə atı bir yana çıxar. İndi çoxmu? Bəlkə bir kadar olur. Xeyr, Nəcəb. Taxsır sənin özündədir. Sən uşağa vaxtında təlim verməyib, xarab eləyibsən. İndi sən onu kəndə göndərməyib, mazandarına göndərsən, yenə ondan adam olmaz. Burada lotu potuyla gəzib, qumar oynayır. Kəndə gedib oğurluq, quldurluq eləyib yol kəsəcək. Əzizim, mən ona pis təlim vermişəm. Məndə təqsir nədir? Bəli, səndə təqsir odur ki, uşaq vaxtında pağırı, haq yerə o qədər döydün ki, vaxtında da sırtıldı. İndi üzünə ağ olur. Bir sözünə iki cavab verir. Məyər döyməklə uşaq adam olar? Bəs neyniyim əzizim? Uşaqdır. Gərək uşaq pis iş tutanda döyəsən yola qaydı. Xeyr, Nəcəb, sən uşaqla elə bir rəftar eləməlisən ki, onun məhəbbəti gün-bə-gün sənə artsın. Bir pis iş görəndə üzünə bir balaca əyri baxdın, o saat tutduğu işin qəbahətini anlayıb, bir də o işi tutmaz. Əşi, mənim hanım, döyməkdə döyür, mal yiyəsinə oxşamasa haramdır. Ata gedən yol, oğlu da gedəcək. Ata qumarbaz oldu, oğlu da qumarbaz olar. Bir adam ki, boş bekar vaxtında oğlu ilə bir yerdə qumar oynayar, onun oğlu qumarbaz olmayıb, alim olmayacaq. O kişi, nə axmaq danışırsan? Mən onunla nə vaxt qumar oynadım, ha? İşinin adı nə qayır yıxılsın, hə? Boş bekar vaxtında oğlundan lopuldan qumar oynayırdı. Sən uduzanda pul verirdin, o uduzanda lopu qalır. Danışmaqda fayda yoxdur. Gəlin gedək, ondan da xeyirli işinə məşğul olar. Görək başımıza nə iş gəlir? Gedək. Buyurun gedin. Uca barıdan aşaram. Dat, yanıma kəniz qoşaram. Durrab. Həmzəni mənə versənə, cibinin pulun udaram. Ne edirsən, kişidən olubsan? Gəl gedək də. Sən öləsən bu saat kefim elə çöktü ki, bilmirəm dünyada xan kim deyib bəy kim. Çox bəy oldu. Bu Məşədi. Nə buyurursan, hə? Məşədi, mənə vəd verdiyin necə oldu? Qoy bəylər oynayıb qutarsınlar. Eğer qalarsa, baş üstə. Qalmazsa, gələrsən dükandan çatar. Bir yerə dur, bəylər məni gözləyir. Məşədi. Yenə nə var? Bax, sən öl. Bu cavadın ölmüşünə 140 manat verəsən, yoxsa qapının üzünü açmalı. Qardaş, Hə? 30 manatı niyə 40 manat elədin, hə? 10 manat da artırdın. Bizim səndə şərtimiz budur ki, hər dəfə sənə 10 manat verəcək. Bildiyin, yuxuda hafiz. Məşədi. Yenə nə var? Sən bəylərdən 100 manata müamilə alırsın. Mənim də səndə 30 manatım var. 10 manata mən müamilə istəyirəm. Sözün nədir əziz? Bu, bəridir. Buyur. 5 manat sənə müamilə verirəm. 35 manat, bugünkü ilə eləyir 45 manat. Bir sabah gələrsən dükana, nat sayaram qulluğuna, bir gün yoxdur. Qalama. Məşədi. Yenə nə olub? Məşədi. Nədir?
Ala bu 50 manatı bəylərdən birinə sıra. Ha, oldu mən. Məşədir. Bu qəbzini gətirməyi unutma əzizim. Ha, bu başqa məsələ. Bunu həll edirəm. Dur abi. Bu uğurlar. Süleyman, ne oldu Süleyman? Hey! Hadi armaq kimi qasıb gizlənən türkü. Ha? Ne oldu? Mən bir abır olmuşam, Bir canı mənə verir, cərcələyin arım, bəlkə ondan sonra ürəyim soyuyor. Mən bacımın isfatçısını yerdə qoysam, gərək başıma kapaq yox, və çək ki. Ne? Ağa! Ay ağa! Bir buyur. Ne var? Şu Ne buyur. melekler? Nə olacaq? Sən oğlun neçə yoldaşı ilə gəlib, mənim bacımı aparıb dağdaş arasında gizlədib. Məyər Allah bu zülmü götürər? İndi mənə təklifin nədir? Kerim, sən hissini bas. Mən ona qulaq vurması verərəm, bacım tezliklə qayıdıb gələr evinə. Namus təhbəyə zadə üçün deyil. Kasıbçısının da özünə görə namusu qeyrəti var. Və mən öz namusumun qeyrətinin qədrini bilirəm. Və bacımın rüsvacını heç fərdə yerdə vura bilmərəm. Ged evinə. Mələkə lazım deyil. Mən ona tapşıraram, tezliklə bacım qayıdıb gələr evinə. And olsun Allaha, o mənim bacımı biabr eləyir. Mən də onun qarnınızı, bağlısağının ardına dolamasam, heç atamın oğlu deyiləm. Süleyman! 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 Ne var? Nedir? Süleyman! Buraya gel. Süleyman! Ahır bu iş kalmış ki bu oyunda benim başıma getirdiğim. Bitburg gelip benim kapımda oturuyor. Bir heye, hiç utanmırsan. Ne olur? Hiç kızarmırsan. Süleyman, budur sana tavşırarım. Bu saat gelip Kermin bacısını harda kişileyeklerse, təklif gətirib atasına təyyarını verirsin. Yoksa senin belinde qamçını tüket eləyərəm, işdirsən, mənim əslin mənə davetim heç vədə göz yummaz ki, ilk qurt kızı gəlsin mənim evimdə gəlsin. Ağa, sen benim atamsan ve sana hürmet eləmək mənim borcumdur. Ama bu yerde heç kəs mənə buyruq verə bilməz. Mən uşaq deyiləm və öz təklifimi çox yaxşı qanıram. Bir adama da ixtiyar vermərəm ki, mənə nəsiyyət edilsin. Gedər! Ne axmaq danışsan? And olsun Allah'a senin çənin yerindən çıxardarım, eşidirsən? Atasan, bu dəfə dinmədin. Təvəqqə eləyirəm bir də mənə yaxın gəlməyəsən. Yox, əgər bir də mənə vursan, əvəzində cavab eşitərsən, eşitdin? Senin bir sözün de var ata qabağında danışmağa. Bu saat tiliksən benim gözümün qabağından. Gidip harada dolanırsan dolan. İttil benim gözümün qabağından. Çık sana dedim benim evimden. Benim Süleyman adında oğlum yoktu. Çık dedim sana. Ağa, sabırlı ol. Əsəbləşməyin ağa. Sabah. Bəli ağa. Bu saat gecelerden bir neçə nəfər götürüp gelirsen Qayabaş. Kermin bacısını harda gizləyirlərsə, tapıp getirip atasına təhvil verirsən. Git ağınma, Zelda. Baş üstünə ağa, bu saat. Çok yorulmuşam ha uşaqlar. Zarafat deyir ki, şəhərdən buraya qədər gəlmək əlbəttə ki, yorulur.
Mən sizə demədimmi ki, at tutaq, atla gedək gəzməyə? İndi bu qədər yorulmağa dəyərmi? Hələ gəlməyimiz yenə heç. Qaydanda bir yoxuşu necə çıxacaq? Ha kişi, gəzməyin elə ləzzəti piyada getməkdədir. Atla gəzmək ləzzət vermir. Odur ki, palas kimi sərilirsən yerə də. Sərilməyimin ziyanı yoxdur. İndi biraz çay içərik, yorğunumuz çıxar. Amma budur, 3 gündür dərə təpələri it ayağı yemiş kimi gəzirəm. Nə düşmüşdü dərə təpələri gəlir? Ha, aləm bilir ki, mən bildirçinbazam. Çıxmışdım şəhərdən sonra bildirçin tutmağa. Ha, zurnaçılı bağda Qaraqazanoğlu çıxdı qabağıma. Əlində torba, çiynində xurur. Tər tökə-tökə gedir. Deyəm, Qaraqazanoğlu, bər gəlsənə. Hardan getsən, hardan gəlsən, nə alarsan sən? Dedi, bəs filan kəs, alma satanlıdan gəlirəm, alacaq qalımda gedir. Bir şey tapa bilmədim, budur, piyada qayıram. Yolda da tor qurub 5-10 bildirçin tutmuşam. O da ya, torbada. Biraz da şorabı üçün yerpəni almışam. Gedirəm, deyim, saxlayın. Bir əməlli bildirçinim var. Dedi, yoxdur. Amma Qarğalı çayından keçəndə gecə yarısı bir gəlmə bildirçin səsi eşitdim. Zalım oğlunun malı 6 dəfə vurur. Bu sözü eşidən kimi Qarğalı çay deyib birbaş getdi. Bir gün sübədək, gecə də axşama dək gəzib bildirçin oxtarmışam. Tuta bildin ya yox? Necə yəni tuta bilmədi? Mənim əlimdən bildirçin qaçar. Tutunmuşam, qəfəsdədir, gecələri ləzzət verir. Amma hələ də ayağım ağrıyır. Uşaqlar, buralar da çox səfalı yerlərdir. Bəli, biz həmişələr bu yerlərə səyahət edirik. Buranın dağından, havasından çox, suyu çox isməlidir. Bu sükümürək sərinlədəndir. Onda mən önüm o sudan ver biraz için. Nətər danışdıysa tamam keçdi. Buyur. Bax, bu başqa məsələ. Əla sudur. Xalis ab-ı köfsərdir. Balam, boş-boş danışmaqdan fayda yoxdur. Süleyman bəy, burada gərək bəy və ya qeyri bəy olmasın. Olmasın. Gərək yoldaşlıq olsun. Biz gedək, odundan satdan qıqa. Sən də burada samavarı hazır elə. Baş üstə. Bax, bu dəqiqə samavar da hazır eləyərəm. Ürəyiniz istəyir, kabab üçün ət də doğrayaraq. Başqa nə, Çox gözəl. Bəs biz odun nəyinə doğrayacaq? Nə səndə kəsər var, nə məndə. Gərəklərində evdən dəhrəzdən zaddan gətirərdik. Süleyman bəy pəncərini versə, el onunla qıra bilərik. Niyə vermirəm, kişi? Tək istədiyin xəncər olsun. Ala, bu da xəncər. Gedin, ürəyiniz nə istəyir doğrayın. Amma ehtiyatlı olun ağzı daşa dəyməsin. Doğrudan səfalı yerlərdir. Çünki oldum dəyirmançı, çağır gəlsin gənc oldu. Bir su içimi, tamam ləzzət elədik. Geldi. Bu birlik çağırıyor. Gömeli! 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 Neynədir, naynam verdi? Öldürdü namərd oğlu beni. Yıktı beni.
Anamın gözü. Cavan ömrüm öder oldu. Axı mən niyə böyle bir sözü eşitmədim? Axı mən niyə tay düşməyəm? Özelimi, özüm yıktım. Beraderim Nezef. Yazıp Zavat'tan gönderdiği kağıdı okudum. Məzmunuyla tanış oldum. Yazıp benden istediğini o 200 manat mümkün olmadı. Andolsun senin canına ki... Zavat! Zavat! Bəli ağa, bəli. Zavat! Sırf tez söyle Məşədini bırak ağa. Baş üstün ağa, bu saat. Bu da Aslan, benim əziz dostum. Məlunlar, müftəxor məlunlar. Nə qədər mənim pulum var idi, mənə qardaşım, əzizim deyirdilər. İndi mənim pulum tutarıb, özlərini çəkib dağın başına qoyurlar. Qorxur batsın. Amma öz mənim çörəyimdən əlavə 2000-dən artıq peşkəşimi yiyir. Buyur bəy. Məşədi, keç əyləş Məşədi. Keç əyləş. Məşədi. Bəli, bəy. Axı, bu dizgin işləri sən görürsən. Sənin məndə nə vaxt 2 kuruşun batıb ki, yenə batsın. Sən mənə 1000 borç pul verirsən. Şimdi 200 manatlıya böyük oldu ki, ona məndən qürab istəyirsən. Bəy, baxışla qulluğunda axma boşboğazlıq eləyirəm. Bəyək da sənə dedim. Bugün sabah başımı qoyacam yerə. Məndən sonra bir bölük yetim yesir qalacaq. Bunların gərək əllərin bir yerə bəndləyim ya yox. Bir də ki, qəzəbə tutmasın bəy. Rüzgar elə dönübdür ki, qardaş qardaşa etibar eləyib, gürovsuz bir qəpik də boş verməyir. Yaxşı, Məşədi, yaxşı. Bir halda ki, sənin məndə pulun batmayacaq. Dedim o istədiyin gürovu gətir. Mən ölüm bir buna bax. Bu ya özü axmaqdır, ya məni axmaq elə salır. Deyək, keçən günlərdə 1000 manatlarla boş verir. Verirdi. Hamiləsini də alırdım. Hələ yeri düşəndə bir at da bəhləyirdi. Amma indi vermirəm. Çünki görürəm, elə günə düşübsən ki, it yeyən çörəyin parasını da itin ağzından alıb yemək istəyirsən. Al Məşədi. Buyur. Sənin gürovun. Ürəyin sakit olsun. Bu başqa məsələdir. Bəli, indi zəhmət olmasa, öz dəsti xəttinlə bura bir neçə kəlmə yaz. Buyur, bu dəftər, bu da qələm. Buyur, bəy. Deyil, yaz ki, bu ilin Rəcəb-ül Mürəccəb ayının 17-ci günü mən
Nəcəf bəy, Murad bəy oğlu Çaybasarski bu qəbzi verirəm həmşərim Məşədi Cəfər mərhum Dadaşoğlu. Bu üzrə ki 200 manat məbləğində rüzgəs aldım və əvəzində bir ilin müddətinə bir dəst çərpaz, bir dəst qızıl yaxa düyməsi, bir ədəd mirvari boyunbağı gürov toyu və bir müəyyənin tamamında gürovumu alın. Əgər vədə tamamında borcumu qaytara bilməsəm, gürovdan məyyuzam. Mən Məşədi Cəfər, mən Nəcəf bəy, Murad bəy oğlu Çaybasarski. Zəhmət olması indi ora bir qol çəkmə. Buyur Məşədi. Bu da sənin yazılı zəmanət kağızı. Bəy, indi pulu verin. Bəy, buyur, bu da sizin pulunuz. Bax, bu 100 manat, bu 50 manat, bu da 20 manat. 170 manat müamiləsi eləyir 200 manat. Bəy, nə vaxt qulluğun olsa qulluğunda mən hazır. Amma qəzəbin tutmasın ha bəy, zəmanə yaman zəmanədir. Xudahafizdə. Sağ ol Məşədi. Sağ ol. Sağ ol. Nəcəf, evin yıxılsın. Neynəmsən sən? Əlində ucunda nə var, hamısını duzdun. Olub qalan hamısını da verdin Güdaza. İndi də əlini mən uzatmışam, ama evin yıxılsın səni. Arvad! Onsuz da ürəyim o tutub alışıb yanır. Sən Allah daha artıq yandırma. Sən mənim bağlarımın umutlarını Güdaza verdin. Ama daha danışacağım, kiriməyəcəm. Görürsən susmaqla nə hala düşmüşəm Nəcəf. Yanımdan bir yer etsə tamam məhv olaram. Ama artıq danışacağım. Bir qulaq ver Nəcəf. O qiyamət gününü yadına sal. O günü yadına sal ki Allah divanı qarşısında titrəyə-titrəyə cavab verəcəksən. İndi deyirsən ürəyim o tutuma açıb yanır. Bu nədir ki? Sən gələn Allahın özündən yanasan Nəcəf. Mən bugün varam, samanət gedəcəm. Ama mənim ruhum bir yağışlı, hallı gündə sən Allahın özündən yanana qədər sənin arxanca gəzəcək Nəcəf. Ağa! Ağa! Bir qapıya buyur. Nə var? Nə olur? Ağa, biriləri gəlib Süleyman bəy haqqında əhvalat danışır. Cəhənnəmə gəlib görəcək. Ol getsin. Elə mənim dərdim sənin Süleyman bəy. Ağa! Başqa əhvalatı qurban olun, bir qapıya buyur. Zaman, Bəli xanım. doğrusunu söyle. Yoksa Süleyman'ın başında bir iş var. Xeyr xanım, narahat olma. Yok tamam, sen benden danırsan. Tez o doğrusunu söyle. Doğrusunu demene de görüp Süleyman'a ne olur? Xanım, mən... Öldürüblər. Öldürüblər babamı. Öldürüblər Süleyman'ı. Yazık babam. Yarışıklı babam. Öldürüblər. Allah! Bu ne eşidi mən düşdü? Elberdiyar! Ne çare? Başıma ne daşsa? Bir yanda arbat, öbür yanda sayıqlar.
Sabah. Hə, ağa. Sabah başladım. Bir arabadan zattan tut gel o beyin arabaların vermiş. Gel sabah. Baş üstüne ağa. Bu saat. Sonra. Sonra. Sonra kurban olun gözlerini aç sonra. Beni kızlara salma sonra. Sana ant veririm Allah'a balalarına yazılın gelsin sonra. Tamaşayla dünya. Kulağısın zaman. Görün ne günde aranızda necef gelir. Biz hamımız beliyiz. Sen insan tayfası beledir. Hüdaya, Perverdiyar-ı meslihat senindir. Evleri yıkmışam. Çöp uşakların gözlerinin yaşlarını töktürmüşem. Arvatlar üstüme nâle tükürür. Hiçbirine kulak vermemişem. Demişem benim kefim kök olsun. İster alem tufana geçsin. Allah divanlıya da salmırım. Kıyameti ya da salmırım. Odur. Odur. Yere gelir. Ne istəyirsən məndən? Niyə çəkirsən məndən? Nə çıxsan qalma? Görmürsən Allah məni nə günə salıb? Sən yenə məni rahat qoymursan. Xudaya, Peyğəmbərə, bilirəm dərgahımda günahdan savayı bir iş tutmamışam. Ümid əlimi naümid qaytarmır. Xudaya, bəsli çəkdiyim əziyyət. Bilirəm o dünyada mənim yerim cəhənnəmdir. Amma ikinci cəhənnəmi bu dünyada məni çəkdir. Qanun qaranlıqlar, kəsirin gürültülər, sakit olun ildırımlar. Bəlkə mənim doğan gibi Xudavənd aləmə yetişər. Pərverdiyarəm. Utuz ölümünü məndən əsirgəmə. Bilirəm dərgahına özü qara gələcəm, amma mən insan yanında özü qara eləməm. Budur yerə gəlir. Nə istəyirsən məndən? Niyə çəkmirsən məndən? Sənə ant verirəm səni yaradan Allah'a de. Niyə çəkmirsən məndən de? Qaytar. Qaytar mənim xoşbəxtliyimi. Qaytar. Qaytar mənim saadətimi. Qaytar mənim balalarımı. Qaytar. Qaytar. Bildim. Bildim indi nə istəyir məndən bildim. Sakit ol. Döyünmə ürəyim döyünmə. Sakit ol ürəyim sakit ol. Allah gərək bu dünyada mənə çoxlu ömür və çoxlu əzab verir. İndi ölmək istəmirəm. Sakit ol ürəyim sakit ol. Mən əziyyətə layiq adamım. Mən əziyyətə sakit.
Xança xanım. Bədii Şuranın üzvü və rəssam olaraq səhnə həllində estetik bütövlük və vizual dramaturgiya mənim üçün əsas meyarlardandır. Bir rəssam kimi hər obrazı, rəngi, faktura və kompozisiya baxımından dəyərləndirirəm. Səhnə mənim üçün sadəcə oyun məkanı deyil, emosiyanın vizual kompozisiya çevrildiyi yaradıcı məkandır. Yaradıcılıq sərhəd tanımır. Rəngin kətanda yaratdığı təsiri aktyor səhnədə yaradır. Hər iki sənət eyni duyğunun fərqli ifadəsidir. Bugün burada olmaq mənim üçün böyük bir zövq idi. Yəni, təşəkkür edirəm, bəyəndim. Sizin fikrinizi bilək tamaşa haqqında. İbrahim Ərfirdiyev bildiyiniz kimi Azərbaycanın görkəmli dramaturqlarından biridir. Onun çox gözəl əsərləri var. Dağılan İttifaqda demək olar ki, müəllimin yaradıcılığında ən gözəl əsərlərdən biridir. Əsər, indi tamaşa haqqında nə deyim? Tamaşa haqqında aktyorların oyunu çox gözəl, xoşum gəldi. Amma elə bir ki, kinonun yarısını kəsmişdilər. Yəni, qabaq deyirdik, kinonun yarısını kəsdilər, vermədilər. Əsər çox yığcam oldu, çox yığcam. Yəni, mən baxmışam bu tamaşaya və tamaşa arası saat yarım çəkibdi. Bu qədər də yığmaq mən dinləmir, üzərində rejissorun öz işidir, amma çox yığcamlanmışdı. Amma tamaşa yaxşı idi. Bu tamaşa çox yığcamlı. Yəni, mən onu. Hayır sözüm. Baxış müəllim. Anlayıram. Söz yox ki, Əbdülrəhim bəy Haqverdiyev Azərbaycan klassik realist dramaturgiyamızın böyük dahi insanlarından, ədiblərindən biridir. O öz dövrünün çatışmazlıqlarını, negativliklərini, eybəcərliklərini bütün qələminin gücü ilə, əsərlərində dolğunluğu ilə əks edib, təsvir edib yaradan bir dahidir. Söz yox ki, bu əsərlərin içərisində dağılan İttifaq əsəri mühüm bir yer tutur. Azərbaycan teatrının intibah dövrü sayılan 60-80-ci illərdə mən deyərdim ki, Azərbaycanda bütün teatr truppaları bu əsəri müraciət ediblər və oynayıblar. Xüsusən də Ağdam Dövlət Dram Teatrı da həmin illərdə dəfələrlə müxtəlif nəsil olan teatr aktyorları bu əsər oynayıblar və mən gözümün qarşısına 80-ci illər gəldi. Mən 80-ci illərdən Ağdam rayonunun ictimai mədəni həyatındayım. 80-ci illərdə də o dövrün Ağdam Dövlət Dram Teatrlarının aktyorların ifasında bu əsər oynandı və bugün həqiqətən də bizim aktyorlar bu əsəri oynayarkən mən gözlərim qarşısında həmən günləri xatırladım. Ağdam teatrında da bu əsər oynanılıb, çox böyük ustalıqla oynanılıb və Ağdamda tamaşaçıların çox böyük rəğbətini qazanıb. Bu günləri çox sevindiricidir ki, bizim kollektivimiz klassik realist dramaturgiyamızın nümunəsi olan bir əsərə müraciət ediblər. Özü bir təqdirə layiq haldır və çox gözəl də oynadılar. Yeni nəsil, Ağdam Dövlət Dram Teatrının yeni nəslinin ifasında bu tamaşaya baxmaq mənim üçün çox xoş idi. Çox gözəl. Mən deyərdim ki, səhnə tərdifatı, musiqi seçimləri və eyni zamanda aktyorların rollardakı geyimlər, həmən dövrün tələbinə uyğun geyimlərin seçilməsi, hamısı çox mükəmməldir. Fərqləşdirmək istəmirəm, hansı aktyor daha yaxşı oynadı. Mən deyərdim ki, hər bir aktyor, ifaçı ona tapşırılan rolun öhdəsindən layiqincə gələ bildi. Mən çox sevinirəm ki, yeni nəsil aktyorlarımızın ifasında biz bu əsəri, bu tamaşanı rayonumuzun ictimaiyyətinə təqdim edə bilərik. Hər birinizi təbrik edirəm. Artıqdakı yaradıcı işlərimizdə sizə yeni böyük uğurlar arzulayıram. Sən də. Əziz qardaş-qarşılar, teatrımızın qonağı da var bugün ki, ona görə də bizim bugünkü tamaşanın çox bizim üçün əhəmiyyət kəsb edir. Respublikamızın bu teatr sənətində, rejissura sənətində öz gənc olsa da çox istedadlı, öz sözünü
İstəyirəm deyəm ki, o sözünü demiş, bizim məşhur Mirzə Nicat iştirak edir, Mədəniyyət Nazirinin nümayəndəsi kimi, həm də Mirzə Nicatın çox böyük xidməti ondadır ki, bizim üçün qardaş teatr hesab elədiyimiz Füzuli teatrında, demək olar ki, o teatrın ikinci dəfə fəaliyyətə başlamasından sonra o teatrın inkişafında çox belə qırmızı xətlə keçir Nicat müəllimin yaradıcıları. Çünki orada çox böyük yaradıcılıq xidmətləri olub. Füzuli teatrının inkişafında istəyirəm deyəm ki, Mirzə Nicatın çox böyük xidmətlər olub. O ki, qaldı bugünkü tamaşaya, bu əsər Azərbaycan 20-ci əsr ədəbiyyatının, dramaturgiyasının daha doğrusu çox şedevrlərindən biridir. Bu əsər Ağdamlılar üçün, Qarabağlılar üçün həm də xüsusi önəm daşıyır, xüsusi əhəmiyyət kəsb edir. O mənada ki, Ağdam teatrı ilk dəfə pərdəsini bu əsərlə açıb. Və Ağdam teatrında yaradan da bu əsərin müəllifi həmin kişidir. Yəni, Əbdürrəhim bəy Haqverdiyev bəzi tarixi məlumatlara görə 1910-cu ildə, bəzi məlumatlara görə 1904-cü ildə, 5-də deyirlər. Nəysə, bu əsərlə Lənkəran xanının vəziri Axundovun və bu Dağılan İttifaq əsərləri ilə açılır. Yəni, həm 36-cı ildən də elə bu əsərin müəllifinin adını daşıyıb Ağdam teatrı. Yəni, 1936-cı ildə də 23-cü ildə Dövlət Tiyatrosu statusu veriləndən sonra 36-cı ildən də Ağdam teatrı Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyıb. Yəni, Qarabağda teatr mədəniyyətinin yaranmasında çox böyük xidmətləri olub. Dahi dramaturgumuzun Əbdürrəhim bəy Haqverdiyev və Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığında da Dağılan İttifaq ən şah əsəridir. Əlbəttə, mənim Bəhram Osmanov yaradıcılığına hansısa bir irad bildirəcək səviyyədə bir sənət adamı deyiləm. Çünki Bəhram Osmanov Azərbaycan teatr sənətinin, xüsusilə bu müasir dövr Azərbaycan teatr sənətində öz sözünü demiş rejissorlardandır. Hal-hazırda da yaşayan 5-3 rejissordan biridir, mən bunu açıq deyim. Yəni, mənim cəsarətim çatmaz ki, hansısa bir məvə, amma Ağdam teatrının bu tamaşa əsəri olduğuna görə bəzi kiçicik nüansları deyim, bəlkə də bu elə əhəmiyyət kəsb eləmir, amma hər halda deyim. Məsələn, Ülviyə xanım burada baş əsas rollardan birini oynayır, yaxşı da oynayır haqq üçün. İndi bunlar, bilirsiniz, bunlar biz hardan gəlmişik bu teatra, yəni öz fəaliyyətdən gəlmişik. Bunların çoxu universitet auditoriyasından gəlməyib. Yaradı, oynayır özünə görə. Amma orada bəzi təşkilati defektlər var. Məsələn, onu grimləmək olar da. Sonra Nəcəf bəy obrazı üstə xüsusi dayanmaq lazımdır. Bu çünki Azərbaycan, yenə deyirəm, teatrında, teatr tarixində çox belə tarixə düşmüş obrazlardan biridir. Aktyorlar var ki, o obrazla teatr tarixinə düşüblər. Düzü, Camal da bilirsiniz ki, öz fəaliyyətdən yox, elə birbaşa gəlib teatra. Bəlkə də Camal teatr tamaşasını həyatında ilk dəfə Ağdam teatrında görür. Camal çox istedadlıdır, son dərəcə istedadlıdır. Yəni, heç bir təhsili olmayan, ixtisas təhsili olmayan bir aktyordur. Camala həvalə olunmağının özü bir risk idi Nəcəf bəy. Çünki Nəcəf bəy sizə deyim ki, yəni özünüz çox gözəl bilirsiniz ki, çox mühüm bir obrazdır. Mən doğrudan da fikirləşirdim öz-özümə görən Camal onun nöqtəsindən gələ biləcəkmi? Camal, sən bir də sevin dedim. Bilmirəm, burada zaldadır mı? Hə. Mən ümumiyyətlə Ağdam teatrında rejissor işləyəcək oğlanlara deyirəm mən. Bir neçə istedadlı adamlar ki var, Ağdam teatrının gələcəyi onların çiyinlərindədir. Onun biri də Camaldır. Burada birmiş, bizim ümumiyyətlə indi çox haqlı olaraq uşaqlar dedi, fərdiləşdirmək, amma mən Camal ona görə qeyd edirəm ki, bu şedevr əsərin ən baş qəhrəmanıdır. Riskdir, onun girişməyin özü çox böyük riskdir. Oynadı, sonra uşaqlarımızın hamısı öhdəsindən gəldilər demək, hamısı. Da o birilərin xüsusi qeyd edib vaxtınızı almaq istəmirəm. Mənə də elə gəlir ki, məndən də olsa əsər qəbul olunmalıdır, tamaşa qəbul olunmalıdır. İndi bu oturuşmuyubdur, bu əsər hələ yəqin ki, oturuşacaq, tamaşallah qoysa sezon açılandan sonra, bunların paltarı falan da təşkil olunandan sonra teatrımızın inşallah ki, tarixine düşmüş tamaşalardan biri olar. Sağ olun.
Təbii ki, bu tamaşa bizim hər birimizə tanış tamaşadır. Bir dəfə də mən Süleyman bəy oynamışam burada. Bu tamaşa hazırlanıbdır. Hələ 95-ci ildə Bərdidə çox ağır şəraitdə yaşadığımız bir vaxtda bu tamaşa hazırlandı. Çox da möhtəşəm idi. Cəmilə xanım hazırlamışdı. Yəni, mən də ikinci rejissor kimi. Yəni, çox möhtəşəm idi o vaxtki ansambl. Mən quruluş barəsində heç nə deməyəcəm. Təbii ki, Bəhram Osmanov ki, bugün Azərbaycanımızın canı Karpiyeyi buradadır. Bu, ən böyük elə bizim qazancımız budur ki, elə bu imza Ağdam Dövlət Dram Teatrına bu yetərincə bir ad gətirir. Bəhram Osmanov, böyük bizim sənətkarımız. Və bu tamaşada iştirak edən aktyorların karyerasına bir canlı Karpiyeyi ilə işləmək qisməti oldu. Yenə deyirəm, bütün Azərbaycan teatrlarında bu tamaşaya dəfələrlə müraciət edib. Bu tamaşanı şəxsən götürməkdə mən Məhəmməd müəllimə tövsiyə elədim ki, 2023-də. Çox maraqlıdır, xoşuma gəlir. Amma gəlin belə bir şey deyək. Biz bugün elə Kərim hamı hər şey yaxşıdır, əladır, falan. Kərim elə bu formada çıxıb gedəcək. Yəni, heç bir inkişafdan söhbət gedə bilmir. Təbii ki, biz tənqid eləmirik. Məsəl üçün, öz tövsiyələrimiz deyil. Yəni, biz də Güngör Variyədə burada işləyən mənəm, 37 ildir burada mənim stajım var. Yüzlərlə tamaşada oynamışım. Sözüm onda yox. Mən uşaqlara söz demək istəyirəm, aktyorların ifasında. Onu düzün deyəcəm. Kimsə məni belə gələ inciyə bilməz məndən. Yəni, mən mütəxəssis kimi deyirəm. Sözlər var idi ki, sözlərə münasibət yox idi. Münasibət yox idi. Mən bir hamının adı çəkməyəcəm. Ümumiyyətlə hamı da var. Ne üçün? Əgər bir obraz sən sözlərə düzgün münasibətlə yanaşsan, onda sən xarakteri, obraz üzərə çıxacaq. Mən elə Kərim kimi danışdımsa, elə Kəriməm. Heç bir obrazda söhbət gedə bilmir. Burada rejissorun heç bir günahı yoxdur. Bütün, çox maraqlı bir quruluşdur, musiqidə gözəl, ümumi forma. Məsələn, bu ağların Bəhram müəllimin traktorkasıdır. Bu, təbii ki, çox fərqli mən bir şey gördüm burada. Xoşum gəldi, çox xoşuma gəldi. Amma uşaqlar, mən yenə deyirəm, biz bugün təriflədik ki, yaxşıdır. Mən karakter görmədim. Karakter görmədim və mən bilməli onu mən sübut edə bilirəm. Ölüm səhnəsi, təsəvvür edin. Ölüm, hələ bilmirəm, mənim oğlumu öldürürlər yoxsa yox. Ana bərbaşını deyir, öldürürlər oğlumu. Və yaxşı, ölüm səhnəsini necə verib? Mənim oğlumu bir ağ olsun, xəbər gəldi ki, Emil yoxdur. Mən nətər ola bilərəm? Bilsin nətərdir. Hadisələrə, sən əgər obraz kimi, sən teksti əgər beynində atıyorsa, sən onu işləsəydin, hadisələr sən rəy verir, münasibəti verəndə sənin obrazın ortaya çıxacaq. Bu buyur. Çox, məsəl üçün, elə yerlər var, temp qalxırdı, eləsi də vardı, düşürdü. Yenə deyirəm, mən bir obraz oynuyorum, Kərim kimi danışıram, Kərim kimi yeriyəm. Mən şəxsən obrazlar üzərində aktyorlarda söhbət gedir, çox zəif. Yəni, eyni söz yığını, monotonlu bir şey gedir, hamısı. Halbuki burada bu faciəni göstərən sənin obrazı tapmağın idi, bu çox çətin bir. Faciə deyək ki, burada bu faciədə, amma biz faciəni burada gəlin aktyorlar, gəlin etiraf edən. 30 faciəni gördüm mən. O da harada dedilər ki, mənim oğlumu öldürdülər. Mənim oğlumu öldürdülər, məsəl üçün. Bax, bilsin nətərdir. Bəzən biz deyirik, Ağdam teatrını saxlamaq üçün 12 ildə Məhəmməd müəllimlə işlədim, yəni 6 mildirlə işləmişəm. Bəzən elə dedilər ki, Kərqo xətrinə deyilmə, yaxşıdır, əladır, səndən yoxdur. Amma biz bugün mütəxəssis kimi, mən bunu gələcək aktyoraya deməsəm, o gələcəkdə dəyəcəkdir, filan kəs burada vardır. Bunu mənə niyə deməli? Bir dəfə denə, ikinci səfər, əgər indi o bir tamaşaya baxanda, sən obraz üzərində özün işləməlisən. Bunu rejissor deyir, aktyoru, rejissor, aktyoru. Xeyr, elə bir şey yoxdur. Elə bir şey yoxdur. Əgər aktyor öz obrazı üzərində işləyə bilmirsə, hansı münasibəti, mən hansı obrazı oynuyorum, onu mən özüm dəfələrlə mən sizə deymişəm, oxuduqsan obraz üzərində çıxacaq. Sözləri münasibəti verdiksən çıxacaq. Amma belə, məsələn deyir, Allah səni eləyirsin.
gəlin belə deyək, kişim kimi durub deyir ki, Allah sənin evin yetsin də söz var. Deməli, bunu sən deməlisən ki, bunu hansı vəziyyətdə mən, Allah sənin evini yıxsın, Allah tufanı darıtsın. Bu sözün mahiyyətini dərk eləsən, obrazın ortaya çıxacaq. Mən hər birinizi öpürəm, cavanlarsınız, xüsusilə. Yəni, mən də Məhəmməd müəllim, Zöhrab müəllim, mən də Nicat müəllim, yəni sənət dostuyuq, Nicat müəllim, xoş gəlmişsiniz. Sən bura gəlməyin də yenə deyirəm. Necə Bəhram Osmanovun Ağdam teatrında bugün bir tamaşa hazırlamaq, bizim karyeramıza yazılsa, bugün də Nicat müəllimin bu tamaşaya gəlməyi, məsələn, mütəxəssis gəlməyindir. Ola bilər bir kurator göndərərlər, amma Nicat müəllim mütəxəssisdir, bugün də Məhəmməd müəllim də dediyi kimi. Mən hər birinizi öpürəm, bağırma basıram sizin uşaqlar. Daha da gözəl yapmaq lazım. İnşallah gələn tamaşalarda. Eşq olsun sizə. Şura Zülərinin çıxışlarına qulaq astım. Müradlarım oldu, çox gözəl. Mən bir şey də qeyd edirəm, mən də Bəhram müəllim başda olmaqla bütün kollektiv təbrik edirəm. Və mən təqdim eləmək istədim Məhəmməd müəllimə, Nicat müəllim. Yekunda rəy sizindir. Sizin fikrinizi bilmək daha yaxşı olar, mütəxəssis. Olar məni çəkməyəsiniz. Havaya əziyyət verir. Salamlayıram əziz dostlar, hər birinizi, Məhəmməd müəllim, xoş gördük sizi və bölgə teatrları mənim üçün xüsusi əhəmiyyət kəsb edən teatrlardır. Çünki orada mən bölgə teatrlarında kifayət qədər təcrübəm var və bu teatrların mətbəxinə yaxından bələdəm. Bəhram müəllim, Bəhram müəllim buradadır. Hə, salam müəllim. Bəhram müəllim, əstəğfurullah, mən yəni sizin sənətiniz haqqında, sizin sənətiniz şəxsən mənim üçün müzakirə mövzusu deyil, çünki xatırlatma da deyim ki, Bəhram müəllim mənim 4-cü kursu bitirəndə diplom rəhbərim olub və biz o sənətkarların əlindən su içmişik. Mən tamaşa haqqında danışmaq istəmirəm. Tamaşa bütün deməli bədii şura üzvləri öz fikirlərini bildirdi. Mən əvvəla təbrik edirəm, böyük zəhmət var bunların hamısı. Bilirsiniz, hər bir tamaşa uzun bir prosesin nəticəsidir. Bu tamaşa daxili prosesdən getmir söz. Teatrın özünün içində bir proses olmalıdır. Teatrın içindəki mübarizə yaradıcılıqdan ibarət olmalıdır. Teatrın içindəki mübarizənin episentrində, onun mərkəzində sevgi dayanmalıdır. İnsanlar, biz bu səhnəyə niyə çıxırıq? Özümüzü təqdim eləmək üçün yox. Biz bu səhnəyə ondan ötürü çıxırıq ki, cəmiyyət üçün nəsə deyirik. Sənət öz yerində, sənətin aliliyi öz yerində. Bura bir tribuna, cəmiyyət önündəki tribunadır. Biz böyüyümüzdən kiçiyimizə qədər aydınlar hesab oluruq, maarifçilər hesab oluruq. Əgər biz bir-birimizi həzm eləyə bilmiriksə, biz cəmiyyət üçün nə deyə bilərik? Nə deyə bilərik? Dözümlü olmaq lazımdır, tənqidə, düşüncələrə, fikirlərə, hər birinə dözümlü olmaq lazımdır, hər birinə səbirli olmaq lazımdır. Və burada əksəriyyətimiz təbii ki, bir-bir dedi ki, Bəhram müəllimin sənəti haqqında bizim müzakirə eləməyə həm etik olaraq, həm də mənəvi olaraq, şəxsən mənim bir gənc olaraq ixtiyarım yoxdur. Amma aktyorlarla bağlı, yenə deyirəm, mən tamaşadan danışmıram. Mən gördüyüm aktyorlardan danışmaq istəyirəm. Bu aktyorlar ki, səhnədə idi, xoşuma gələn bölgə teatrlarında çox yaxşı bir xüsusiyyət var. Saf enerji, səmimi enerji. Heç bir, indi mən bir neçə problemlərdən danışdım, amma düzdür, paytaxt teatrlarında da, iri şəhərlərdə də, o teatrlarda da başqa cür problemlər var. Orada da aktyorların psixikasında, onun naturasında ilişib qalan problemlər var. Klişelər var. Amma burada vacib olan saf enerji, səmimiyyət. Bu sənətdə səmimiyyət çox vacibdir. Amma bu səmimiyyəti təcrübəyə çevirmək, bu sənəti dolayı getməyim də, çox oxumaq lazımdır. Oxumaq lazımdır.
mütaliə zənginliyi olmalıdır. Çox izləmək lazımdır, müşahidə zənginliyi olmalıdır. Mən inana bilmirəm ki, Dostoyevskidən xəbəri olan, Tolstoydan xəbəri olan, Hugo'dan xəbəri olan, kifayət qədər mütəfəkkirlərin adını çəkə bilərik, böyük yazıçıların adını çəkə bilərik. Onları iliyinə qədər hiss eləyən yaradıcı insanlar heç vaxt bir-birinin danışığına pıçıldamaz. Çünki ədəbiyyat insanın ruhunu tərbiyə edir. Ədəbiyyat bunun üçündür, sadəcə zövq almaq üçün deyil. Eləcə də sənətin öz ədəbiyyatı var da, bunun metodları var, nəzəriyyələri var, kitablar var. Stanislavskidən tutmuş ta özü bəri ki, bizim bugün zamanımızda da yaşayan böyük teatr rejissorları var. Mən vaxtınızı çox almaq istəmirəm. Demək istəyirəm ki, mən hansı teatra gedirəmsə dediyim birinci söz budur, bir-birinizi sevin. Əmin olun ki, insan bir gün ən sevmədiyi insandan ötürü çox sərt şəkildə darıxır. Ondan ötürü burnunun ucu göynür. Bugün həyatımızın ən gözəl çağıdır və burada bizim aramızda Bəhram Osmanov var. Bu bir sənət ləzzətidir, bu bir tarixi hadisədir. Və bugün bizim içimizdə kifayət qədər gənclər var. Bir gün qocalıb, bax, indi bu çəkilən video qeyd ki var, bu foto şəkillər ki var. Bir gün burada bir-birinizlə dava etməkdən ötürü darıxacaqsınız. Bu sizin üçün bir nostalji olacaq, bu sizin üçün bir xatirə olacaq. Bir şeyi yadda saxlayın, xüsusən gənc dostlarıma demək istəyirəm, çox xahiş edirəm. Bunu biraz demək olar əksəriyyətinizlə həmyaşıdam, qəbul edirik. Səmimiyyətimizi, ruhumuzu daim saf saxlayaq və heç vaxt unutmayaq. Bu sənətin zirvəsi yoxdur. Bu sənətdə isbat eləmək istəyiriksə nəyisə, bu sənətdə yalnız bir şey isbat eləmək mümkündür. İnkişaf mərhələsini. Əgər bir tamaşadan digər tamaşaya dəyişməmsənsə, deməli yerində sayırsan. Kərim mənim çox gözəl bir söz deyil. Mən səhnəyə çıxıram, Kərim kimi danışıram, Nicat kimi danışıram. Mən sizin qarşınızda Nicat kimi danışıram. Bəs dramaturji təhlil, əsər üzərində iş, xarakterin açılması və s. nə qədər nümunələr saymaq olur. Və vaxt məhdudiyyəti də özünü biruzə verir tamaşada, o tələsiklik, tələskənlik hiss olunur. Bir daha təbrik edirəm, Məhəmməd müəllim. Allah sizin də canınızı sağ eləsin və bütün dostlar, hər birinizə təşəkkür edirəm və sizin hər biriniz mənim üçün kənardan izləyirəm, doğmasız, əzizsiz. Bir daha təbrik edirəm, can sağlığı, başqa nə deyə bilərəm? Sağ olun. Bir şey də qeyd edim ki, belə gördük ki, bədii şuralar hər bir rəyim bildirdi, tamaşamız o biri ilə qəbul olundu. Çəkilər qeyd. Mən də bu olmasın, o təcə bilmirəm. Öz işlərini görsünlər, mən sizə nə deyim, minnətdaram dediyiniz sözlər üçün də orada mənə maraqlıdır. Mənim üçün hər bir tamaşa hazırı, ümumiyyətlə maraqlıdır. Tamaşada hörmətli Məhəmməd müəllimə, Kərim müəllimin tövsiyəsinlə hazırlanır. Bir-iki dəfə dedilər, zaman qısadır. Zaman qısa deyil. Tamaşanın 4 ayda məşq eləsəydik, bu idi nəticəsi. Çünki bir Mirzə Nicatın sözü olması bir istək məsələsi var və bir də bariyeri aktyorların keçə bilmək məsələsi var. Bir-iki nəfər ərki satanlar mənə dedilər ki, aktyorlar səndən qorxurlar, səndən çəkinirlər.
ünsiyyəti qura bilmirlər. Sonra mən özümdən məşqdə etiraf edəlim, mən qorxulu adam deyiləm. Mən də adamam sizi kimi, gəlin oturaq müştərək biz bunu düşünək, tapaq, səhnə həllini işləyək. Mən şəxsən bu işləməkdən ləzzət almışım sizlərdən. Və əgər truppada hazırlanan tamaşalar hər biri bu cür elmi, praktiki araşdırmalarla keçsə, onda bu aktyorların tayı bərabər olmaz. Aktyorların tayı bərabər, hər bir yerdə. İstər akademik dram teatrında, istər gənc tamaşaçılar teatrında, Azərbaycanın bütün bölgə teatrları hamısı böyük teatrlar sayılır. Əgər biz peşəmizə uyğun işləyiriksə. Aktyorlar böyükdür, aktyorlar truppada çoxdur. Kimsə yeni rol bölüsündə ballasdan baş qəhrəmana çevrilir. Bayaq Mehmet mənim dediyi kimi Camal. Kimsə baş qəhrəman sayılırsa gəlir ballasda durur. Bunun hamısını qəbul edib işləmək lazım. Bir də oxumaq lazımdır, oxumaq. Mən inanmıram ki, incim iniş bilir. Mən inanmıram ki, son vaxtlarda hansısa birini sakır edin, bu əsərini oxumuşsunuz. Xətrinizə dəyməz. Bax, bilin, bu əsəri 80-ci ildə, nə bilim, 1920-ci ildə, 30-cu ildə, 50-ci ildə, oradan da bizim klassik Nəcəf bəy Vəzirov kimi, hörmətli Mirzə Cəlil kimi, hörmətli Nəmrəş kimi sayıla bilər. Mən də akademini çox sevirəm şəxsiyyətini. Yəni, o dövrdə 2 dəfə Dumanın deputatı olmaq Azərbaycanın üçün. Bu bizim əbədi tariximizdir və mən Sankt-Peterburqda Dumanın xatirəsində mən görmüşəm akademinin adını və bununla da fəxr eləmişəm. Və hər hansı əcnəbi bir adama mən akademiydən danışanda 2 dəfə Dumanın Milli Məclisinin deputatı olub, imperiya vaxtında onlar hamısı deyirlər ki, afət. Dövrünün maarifçi dramaturgiyasıdır, bugünün yox. Bugünün dramaturgiyası, gənc rejissorlar daha çox başqa əsərlər oxuyurlar. Dövrünün. Və mən çalışdım ki, akademiya bugünün dramaturgiyası edir. Bugünün. Yəni, biraz simvolika olsun, biraz publisistika olsun, tamaşaçıya birbaşa şey olsun, müraciət olsun, o bizim ənəvi, çayçıda, restoranda, məclislərdə, nə bilim, TikTokda insanların dediyi bəlalarla səhnədə olan bəlalar üst-üstə düşsün. Və truppa yanaraq, məsələn, Camal 40 yaşında, o birisi 30 yaşında, bu biri nə bilim 3 yaşında bu sözləri birbaşa desin. Və biz bu günləri, mən sizdən əvvəl aktyorları arxaya yığdım, sənə danışdım, dedim, bu bizim ilk tamaşaçı ilə münasibətimizdir. Və əgər sizin iş yoldaşlarınız susub axıra qədər səbirlə baxsa və tamaşa bitəndən sonra heç olmasa bir 2 dəqiqə dayansalar ki, biz neyiniyək, alqışlayaq yoxsa yox, bu sizin qələbəniz ola bilər. Tamaşa ortası sizi tanıyan truppa, sizi bir dəfə alqışlamağa risk eləsə və siz çaşmasanız, bu da sizin qələbəniz ola bilər. Yəni, bir qədər tədrislə praktikanı qatmağa çalışdım, işimizdə. Və özüm də mən tamaşaya baxırdım, əlbəttə yerlər var həyəcandan. Mən bilirəm Elman da çaşdı, mən bilirəm Ayda xanım da çaşdı. O bizim içimizin xurasında mətbəxidir. Və sonra da mən təbrik yerində hər birisində dedim. Sizin mənim dediyimiz ləçək məsələsi, bu düzgündür, amma o ləçəkdən deyil. Qarabağ cəmaatının kişiləri və o şey deyənlər nədir? Nə deyirlər, şumlayanlar. Onlar həmişə belə ləçək. Sizin dediyimiz düzgün. O rəiyyət geyib. O ləçəkdən deyil. Qarabağda hamısı kişilər ondan taxılır. Rəcmərlər, kimlər ki, siz ondan narahat, biz o düşünmüşük. Siz baxın onun üçündür, biz ona baxmışıq. Yəni, xanım, o papaqlardan doğuldu maşallah, teatrda qoya bilərdi. Amma bu rəcmərdir. Və Nəcəf bəyin evinə artıq rəcmər üsyanla gəlir və Nəcəf ondan bacara bilmir. Hissə. Bir də gəlin açıq danışaq. Mən Ağdam teatrı o dövr, həmişə uşaqlara da deyirdim, rəhmətli Qurban, Narınç xanım, gördüklərimi deyirəm də. Rəhmətli Tofiq, Cəmilə xanım, Simuzər, hətta lətifələr danışırdım bizim qızlara boş olanda ki, Simuzər bir dəfə mənə belə dedi, Tofiq Qarayev belə dedi, bu belə dedi. İnsan, aktyor işləməyəndə, sonra degradasiya uğrayır, məhv olur, gedir. İndi Simuzəri çıxar, Tofiq Qarayevin nə cür məhv olduğu mənə yadımdadır.
Yəni o içməkdən ölmür. O sadəcə energetika çıxmır da. Çıxmır, o nəhəng çıxmır. O nəhəng içkilər ölmədi. O Bakının küçələrində Targovda hayqıra öldü getdi. O xəstəlik əlbəttə olacaq. Yəni içki istər Yaşar Nuriyev üçün, istər başqası üçün, nə üçün? O şey ola bilməz, yəni içdə öldü. Səməndər üçün, yox. Səməndər Rızayevin bir tərcümə yalına baxın, ən böyük rolü Fazil Küleynidir. Yerdə anamız epizod masok. Bir dənə baxın ona, hamısı epizod dazdıramı. Bir 22 yaşında institut qutaranda oynayıb Daniel, Şəfiqə Məmmədova atasını oynayıb 22 yaşında olan şeydə, Ağustan Şirvanzadə ailəsində. Biz də oynadığı Dəli İncadə Fazil Küleyni. Bizim klassik ədəbiyyat marifçi olduğu üçün onun bugün kodunu tapmaq çətindir. Kodunu tapmaq çətindir, bilirsiniz. Məsələn, mən neçə il əvvəl dramada Mirzə Cəlilin axırda məcbur oldum. Dedilər, xeyr, bunu hazırlamaq lazım. Yəni, oxudum, gəldim Dəli İncadə üstündə dayandım. Mən o tamaşanı görmüşəm. Dəfələr Mehdi müəllim hazırladığını. Heyrət eləmişəm. Deyirəm, o tamaşa mənim gözümün qabağındadır. Kimlər oynayırdı orada o tamaşada? Dedim, mən bunu hazırlaya bilmərəm. Xeyr, bu hazırlanmalı. Bir dənə tarixi mənbə ki, bu əsər yazılıb 1926-cı ildə artıq mənə bir biotop verdi ki, mən bunu başqa cür düşünüm. Və bütün rollər hamısı yazılıb. Yaşı, kişi. Bir dənə Dalmaneziyə heç nə yazılıb. Rəng adımız 26-cı il Rusiya dövrü, imperializmlə bu Xoşvanamın səfir ola bilərlər. Və Xoşvanamın səfirləri hamısı qadınlardır, gözəl imperatrisalardır, hörmətli xanımlardır. Və iki cümlədə sözü var. Mən də oynadım Xoşvanamın səfir. Onunla da tamaşanın bütün müasir forması dəyişildi və oynanıldı. İndi də oynanılır. Əlbəttə ki, məmurlar gəlib baxanda həyəcan təbiri vura-vura teatrın o dövrki rəhbərliyi qorxa-qorxa tamaşanı qoydu kənara. Sənət biliciləri də baxırdılar ki, ay oğul, bu dəhşətdir, bu dəhşətli bir şey yoxdur. Bugündür də, bizi idarə edənlər də o dövrün kommunistlərindən bugünün həcrləridir. Tamaşa da elə idi, həmin qəhrəmanlar birinci hissədə hamısı kommunist partiyasının üzvləri idi, amma kommunist sözü gəldi, eşidilmir. İkinci hissədə hamısı, həmin adamlar həci idi. Və onlar o Mirzə Cəlilin Mohumat haqqında yazmayıb ki, Mirzə Cəlil o şeydə gizlənənlərin haqqında yazmışdı. Pərdə haqqında. Pərdə altı olanlar eyni adam, bizi idarə edənlər yoldaşlar. 30 ildə də eyni adamlardır, biz biraz yaşlıyıq da sizlər. Həmin adamlar eyni adamlar, eyni kostyumda, eyni şilapada, eyni köynəkdə, eyni şeydə. Mən açıq deyirəm, hərdən bir heyrət edirəm, yaşlı adamları, mən çox nazirlər görmüşəm, müxtəlif aparatda olur. Onların mən bütün iş təcrübəsini çox tanış olmayan olub. Mən izləmişəm, məni bugün heyrətləndirən, biraz yaşlıdan kimi, müasir məmurların belə tez dəyişib, həmin sistemdən 10 qat qəddar istifadə eləmək. Mən özlərini də deyirəm, mən buna heyrət. Dövrün bəlaları. Niyə hansı dövr? Dövr qutardı da sosializm pisikdə öldü, dağıldı. Biz 30 ilə müstəqil, azad ölkə qurduq. Bu uşaq görməyib onları. Bu uşaq pis Sadıq Murtuzayev deyirik, onu görməyib. Bu uşaq pis İmam Mustafayev görməyib. Bu uşaq pis, nədir oradı o kişinin adı? Müstəmi Səfər Əliyevi görməyib. Onlar pis idi. Bu Fazil Məmmədovu görməyib, o pis idi. Bu Səlim Müslümovu görməyib, o murdar idi. Onu asmaq lazım idi, mənim dostumdur. Oğulları görməyib, bu uşaq onlardan betər. Onun bir mərhəməti vardı. Onun bir, çünki hamısı kənd uşaqlardı. Onlar hamısı İmişlidən, Ağdamdan, kəndlərdən çıxmışdı onlar. O polis rəisləri, o kolxoz sədrin uşaqları idi onlar. Dədələri, briqadirlərin uşaqları oldular. Əli palçıqlı dədəsi gözləri də deyir də, dədəm gəldi, əli palçıqlı. Anam süt öhdə əlini yudu. Dedi, bir dənə erkək kəs artistlər gəldi. Dedi, o artistlər bir uşaq idi, onlara quruluq idi. Baxırdıq, bunlar nə heyrətlə çıxış edir. Bizim deyil evimizdə onlar ikinci teatr çıxardır. Bu teatr heyrətamiz teatr. Bizim evimizdə onlar təzləndən tamaşa oynayır.
O tamaşa artıq mənim atam üçün, mənim anam üçün, mən onlara çörək verirəm. Onlar üçün və o deyil, səhnədəkindən daha böyük tamaşa idi. Çünki atam onlara artıq pul verirdi, limitdən başqa. Yəni, maraqlı şey. Amma bu uşaqlar, bəli, bizlər, mən deyirdim, sizlər oxumalısınız. Nicat düz oxumalısınız. Mən tələbə olmuşam, böyük dediyimiz Mehdi Məmmədov, böyük dediyimiz Nəsir Sadıqzadə dərsdə darıxırdılar, artıq deməyə söz tapa bilmirdilər. Çünki Sovet dövrüydü, artıq danışa bilir. Nəsir bəs progressiv idi. Onun yoldaşı KGB-nin aptekində işləyirdi, o orada olan kitablardan gətirdi, mənə gizlin verdi, mən oxuyum. Rəhmətli Niyazi Mehdi vardı, atası anası professor, evdən oğurlu gətirdi, cavan müəllim idi, verirdi, oxuyurdu. Amma indi mən uşaqlıq 40 ilə yaxındır mən müəllimim. Adam dəli olur. Bu yaxında bildim, Tuldavoyuma baxdım, gördüm mən 89-da İnci Sənəbsə dəstəyim. Onun 10 ili deyək ki, mən ancaq aktyorlarla tamaşalar hazırlamışam. Yəni, indi də qoy. Sonra mən mükəvə hər 4 ildən bir mən dərsimin sistemimi dəyişirəm. Alınır, alınmır, tələbə dəxili yox. Amma mən dərsdə danışmaqdan çənəm aldım. O tələbəyə dəxili yoxdur. 4 saat danışıram, görürəm çənəm ağrıyır. Məşqdə çənəm ağrı, o uşaqlar, akademik dramda böyümüşəm də, indiki məşhur artistlər hamısı mənim deyil, nətər edim, yaxşı məndə qucağımdan çıxır. Kişili oğlan, onlara ilk dəfə rolları mən vermişim. Hamı deyib vermə, demişəm, yox, bu uşaqdan nəsə bir şey olacaq. Amma bugün mən onlarla məşq edəndə ləzzət alıb rolun dərinliyinə getmək istəyirəm. Bu təəssüf ki, dərinliyinə yox, 20%-nə geyib çıxa bilir. Özlərə deyirəm, onlar da incimirlər bunlar. Bugün hamısı xanımlardır, hamısı müəllimlərdir. Heç gələndə adamı da saymırlar, salam da vermirlər. İclasda belə gəlmirlər, gedir. Amma belə, orada kimsə oturub onun yanına gedir, amma belə gedirlər. Gedirlər bura. İncimirəm o, yəni vecimədir. Mən bilirəm, o görür. O istəmir həmin anda, ona o məmur lazımdır orada. Və yaxud da o varlı kişi oturub orada, ona o lazım. Amma mən açıq 3 il əvvəl mən məşq edəyəndə və hamısını belə yığdım, dedim ki, bacılar, 8 aktrisa, dedim, bacılar, altınız rolda, qadınlar da qadındır, qadın. Dedim, altınız cəmiyyətin nəzərlərində qadınsınız, rolda da qadınsınız. 2 cavan qız da aktrisa, bunlar cəmiyyətin nəzdində, qız uşağı. Sizin altınızın obrazda, bu 2 qız obrazdan fərqi nədir ki? Mən 15 dəqiqə eyni cümləni, eyni cür dedim. Həvəsim var idi, dedim. Heç biri bilmədi ki, arvadların qızlardan fərqi nədir? Bugün istəyən bakilərik kəlməsini heç biri deyəm. Bir kəlmə biri deməli ki, bakilərik. Bu 2 qız uşağıdır. Cəmiyyətdə bunlar qız uşağıdır. Bunlar ələ getməyirlər, namusludurlar. Bunlar uca zorlanıb, rol elədir. Dedim, sizin bunlarla fərqiniz nədir? Heç biri deyəm. Oxuda mən deyirəm, bu kişi bizi doluyur. Mən dolamıram, mən sadəcə başa salmaq istəyirdim ki, bir günün qadınınla 40 ilin qadının arasında fərq yoxdur. Xanım var, inciməsin məndən. Getdim, qutardı da, arvad utanmır, qız utanır. Arvadın utanmağı bakiraydı da getdi. Kimdəsə istəyinə, kimdəsə istəksiz, fikir verin öz həyatınıza. Arvad söyüş küsədə, özünü namusu qorumaq üçün, qız söyüyə bilmir, qorur. İndi bizim qızlar küçədə hamıdan çox söyürsün. Çünki müdafiə yeri odur. Başqa müdafiə yeri yox. Amma səhnədə başqa, onda onu anlayanda obraz yaranır. Doğrudan yaranır. Çünki biz o xanım qədər həyatı bilmirik. Amma köhnə artistlər həyatı bilirdilər. Narınç həyatı bilirdi, Cəmilə həyatı bilirdi, sizi gördü, Simuzlər həyatı bilirdi, Tofiq Qarayev bilirdi. Gəncədə Ələdin Abbasov bilirdi, Məmmazı Şeyh Samanov bilirdi, mən görmüşəm o, canlı görmüşəm, Ədil İskəndərov bilirdi. Bizim həyatı bilməyimiz o qədər yeknesəkdik, biz hamımız birbirimizi oxşuyuz. Ona görə əziz aktyorlar, biz onu ancaq oxumaqla, bədii ədəbiyyatından təsirlənib, təsəvvür edib oynaya bilərik. Kərim düz deyir, oğul, evlad, biz onun 7 variantını eləmişik. Burada heç kəsin günahı yox. Günah məndədir ki, mən Ülviyə üçün daha təsirli bir forma tapa bilməmişim. Mən açıq deyiləm. Amma yoxdur da, ondan o yana yoxdur. Ölümün qabağında hamı acizdir. Ölümü hər bir kəs müxtəlif tür qəbul edir.
Kimsə 40 gündən sonra onu anlayır ki, bu yoxdur. Kimsə 1 ildən sonra anlayır. Kimsə bugün müasir dövrdə elədir. Keçmişdə nə olub. Amma bunu anlamaq çətindir və bunu təsəvvür eləmək çətindir. Onun üçün böyük treninqlər keçmək lazımdır və o treninqi mən bilmirəm. Hörmətli Kərim müəllim keçəcək, hörmətli Racı müəllim keçəcək, hörmətli Elmir müəllim keçəcək, mən onu bilmirəm. Keçməyəcəklər, özümüz keçin kitablar var, yazılıb Azərbaycanca. Aktyor sənəti hər gün treninqdən ibarətdir. Hər gün danışıq aparatı hər gün treninqdən ibarətdir. Saat 9-da gəlib inciməyin. Saat 11-əcən çay içib 12-də getməkdir. Bu sizin taleyinizdir, Nicat düzdür. Siz bu taleyi qəbul edirsiniz, eləyin. Eləmirsiniz, yenə Allah canınızı sağ eləsin. Amma mən sizdən hamınızdan ləzzət aldım. Bu sadəcə tövsiyələrdir. Bir də Allah bilir, biz saçansa bir yerdə işləyəcək, ya işləməyəcək. Bu tövsiyələrdir, tövsiyələri anlamaq, nə cür ki biz anlayırıq, nə cür ki mən anlayıram, hara getdim və öz səhvlərimi də bilirəm, öz düzgünlüyümü də bilirəm, amma siz aktyor sənətindən böyük sənət yoxdur, bunu yadda saxlayın. Aktyor sənəti əda deyil, aktyor sənəti gənclər deyirlər, tripaşlıq deyil, aktyor sənəti, sənəti sevmək, teatrı sevmək və bu səhnə deyilən bir şey var. Amma belə olsun, fərqi yox. Ora çıxmaqdan ləzzət almaq. Çünki bu səhnədə mən nə deyəcəmsə, kimin haqqında deyəcəmsə, o qəbul olunacaq və məni həbs eləməyəcəklər. Sizləri bu səhnədən deyilən sözü həbs eləməyəcəklər. Biz danışanda Nicatla məni həbs edəcək. Çünki biz prosesdə artıq əşli şey danışırıq, danışmaq olmaz. Amma sizlər artıq əşli yığıb, buradan deyəndə xarakter kimi sizə eşitsin ki, deməyəcək. Eşq olsun sizə, minnətlər.